Bizim taleyimizi həll edən ən önəmli faktor bizim düşüncələrimizdir. Ətrafda baş verən hadisələr yox, onlara verdiyimiz anlamlardır. Bir misal çəkim. Bir tanış adam yanımızdan salam vermədən keçdi getdi. Biz bunu bir xətt üzrə təhlil eləsək, A nöqtəsində adam salam vermədən keçdi getdi. B, C nöqtəsində biz əsəbləşirik. Niyə əsəbləşirik? Çünki B nöqtəsində düşünürük ki, kimi qudurub mənə salam verilir. Bax, gəl indi orada başqa bir duyğu formalaşdıraq. Üzüntü. Burada fikirləşə bilərik ki, bəlkə mən nəsə bunun xətrinə dəymişəm. Üzüntü formalaşacaq. Və yaxud biganəlik. Ola bilər, salam vermədi, biganə. Və yaxud humanizm. Bunun məsəlində zaten problem olar. Bu məsəl belə qayğılıydı. Humanizm duyğusu formalaşacaq. Bunu qısa şəkildə belə demək olar. Bax, düşüncələrinə fikir ver, duyğularına çevrilir. Duyğularına fikir ver, davranışlarına, hərəkətlərinə çevrilir. Hərəkətlərinə fikir ver, vərdişlərinə çevrilir. Vərdişlərinə fikir ver, xarakterinə çevrilir. Xarakterinə fikir ver, taleyinə çevrilir. Salam verməmə səbəbini bilmədiyim bir insanın hansı emosional vəziyyətdə olduğunu, hansı halı yaşadığını bilmədən ona agresif şəkildə davrandığın zaman bəli, taleyin də həll ola bilər.